Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim İşğaliyev. Bu günləri də yeni və maraqlı bir mövzu ilə qarşınızdayım. Qeyd edim ki, bizim bu mövzular abituriyentlərin buraxılış imtahanlarına hazırlaşmasına dəstək üçün çəkilmişdir. Və inşallah ki, video xoşunuza gələrsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Biz başlayaq. Bizim bugünkü mövzumuzun adı faiz, nisbət, tənasübdür. Biz bu dərsimizdə sizinlə nisbət, tənasüb, düz mütənasib, tərs mütənasib, faiz və faizin hissələri olan ədədin faizinin tapılması, faizə görə ədədin tapılması və məhlul məsələləri başlıqlarında izahları verəcəyik və inanırıq ki, sizlər üçün faydalı olacaq. Vaxt itirmədən dərsimizə başlayaq. Nisbət nədir? İki ədədin qismətinə onların nisbəti deyilir. Yəni, məsələn, A bölünsün B qisməti elə A-nın B-yə nisbəti adlanır. Bizdə kəsr xəttinin bölmə olduğunu bilirdik, bəli. O halda biz bu bölməni bu formada da yaza bilərik. Burada A-ya deyirlər nisbətin birinci həddi, B-yə deyirlər nisbətin ikinci həddi. Bu sadəcə olaraq nisbətlə bağlı məsələdir, çox sadə məsələdir. Həyatla əlaqələndirib belə bir misal verə bilərik ki, deyək ki, Zərifə daşları, rəngli daşlardan qolbaq düzəldir və ya da boyunbağı düzəldir və ya da naxış düzəldir. Və Zərifə iki qırmızı daşdan sonra bir mavi daş qoyur. İki qırmızı, bir mavi, iki qırmızı, bir mavi. Burada deyir ki, qırmızı daşların mavi daşlara nisbəti nədir? 2-nin 1-ə nisbəti. Mavinin qırmızı daşlara nədir? 1-in 2-yə nisbəti. Aydın oldu mu bizə? Yəni, sadə bir mövzudur nisbətlə bağlı. Gəlirik tənasübə. Tənasüb nədir? Tənasüb uşaqlar, iki nisbətin bərabərliyidir. Tənasüb iki nisbətin bərabərliyidir. Yəni nə? Məsələn, mən çalışıram ki, dərsləri daha çox uşaqlara həyatla əlaqələndirərək izah edeyim ki, onların beyinlərində daha yaxşı qalsın. Məsələn, belə düşünək. Düşünək ki, Əli 1 saat həyatda futbol oynayandan sonra, 1 saat futbol oynayandan sonra, 1 saat futbol oynayandan sonra Əli gəlir evdə 3 stəkan su içir. 3 stəkan su içir. Hə? Yəni, biz bunu belə əlaqələndirək. Əli həyatda 3 saat oynasa, nə qədər su içəcək? Məsələn, içəcək nə qədər su? 9 saat su içəcək, elə deyil? Bəli. Bax, budur iki nisbətin bərabərliyi. Yəni, nə müəllim? Yəni, belə ki, biz götürüb birinci halda stəkanların sayını saata bölsək, və ikinci haldakı stəkanların sayını saata bölsəm, hər bir halda eyni cavab alıram. Və bu iki nisbət bir-birinə bərabər olur. Onda deyirlər ki, əgər iki nisbət bərabərdirsə, bu nədir? Bu tənasübdür. Deməli, tənasüb nə oldu? İki nisbətin bərabərliyi tənasüb deyildi. Tənasübü başqa formada uşaqlar belə göstərirlər ki, A bölünsün B nisbəti bərabərdir, C bölünsün D nisbətinə. Mən bunu sadəcə həyata əlaqələndirib sizə izah elədim. Amma əslində bu formada bilmək daha məqsəd uyğundur. Burada A ilə D adlanır tənasübün kənar hədləri. B ilə C adlanır tənasübün orta hədləri. Kənarda adlar deyə kənar hədlər, orta adlar deyə orta hədlər adlanır. Və belə bir qayda var, tənasübün əsas qaydası. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni nə? Yəni A-nın D-yə hasili A vur D bərabərdir. B vurulsun C-yə. Allah belə yazaq vurma işarəsini sizin üçün. A-nın D-yə hasili B-nin D-yə hasilinə bərabərdir. İnanmırsınız, gəlin burada yoxlayaq. Bizim bu nisbətdə orta hədlər 1 ilə 9-dur. Kənar hədlər nədir? 3 ilə 3 deyildir. Bəli. Yazıram onda nə? 1-in 9-a hasili bərabərdir, 3-ün 3-ə hasili. Doğrudurmu bu? Bəli, doğrudur. Deməli, biz artıq tənasübün tərifini də öyrənmiş olduq ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bu da bizim tənasübün əsas xassələrindən biridir. İndi, gəlirik düz mütənasiblik, tərs mütənasiblik. Bu barədə danışaq. Uşaqlar, qayda olaraq belə verilir ki, əgər kəmiyyətlərdən biri artdıqda, digəri də artarsa və ya kəmiyyətlərdən biri azaldıqda, digəri də azalarsa, belə asıllıq düz mütənasib asıllıqdır.
Amma inandırım ki, təriflərim çox uşaqların yadında qalmır. Gəlin belə əlaqələndirək. Mən gedirəm mağazaya, kitab mağazasına, bir marker alıram, buna verirəm 50 qəpik. Və sonra 2 dənə marker alıram. Nə qədər verəcəm? 1 manat, 3 dənə marker alıram, 1 manat 50 qəpik. Deməli, aldığım markerlərin sayı artdıqca ödədiyim məbləğ nə olur? Artır. Və ya başqa bir izah. Siz Ülfət müəllimin YouTube kanalını izlədikcə bilik səviyyəniz nə olur? Get-gedə artır. Deməli, izləməyinizlə bilik səviyyəniz necə asılıdır? Düz mütənasib asılıdır. Mən necə ki, mən marker alanda verəcəyim pul da artır. Eləcə də sizin məni izlədiyimlə, dərslərimi qulaq asmaqla bilmədiyiniz şeyləri daha da öyrənirsiniz. Bilik səviyyəniz də yüksəlir. Bax, buna deyirlər düz mütənasiblik. Kəmiyyətlərdən biri artırında, digəri də artır. Başqa bir məsələyə baxırıq. Kəmiyyətləri azaltdıqda. Məsələn, mən 10 dənə dəftər alacağım, verəcəm 1 manat pul, amma mənim cibimdə 1 manat pulum yoxdur, 5 dənə dəftər almaq istəyirəm. 5 dənə dəftər alıram, nə qədər pul verəcəm? Yarısını, 50 qəpik. Bax, dəftərlərin sayını azaltdı, ödəyəcəyim pul da nə oldu? Azaldı. Aydın oldu mu bu düz mütənasiblik? Yadda saxlayırsınız. Düz mütənasibliyin ən sirli nöqtəsi nədir? Düz mütənasibdə çarpaz vurmaqdır. Ay müəllim, necə? Bax, nə deyəcəm. Məsələn, biz dedik ki, müəllim gedir, belə yazaq, 2 marker alır, 2 marker üçün, bayaq 1 manat dedik, biraz rəqəmləri belə qəribə qoyaq. 2 marker üçün tutaq ki, 60 qəpik pul verdi. 60 qəpik pul verdi. Müəllim gedir, 5 marker almaq istəyir. Nə qədər pul verəcək? X qəpik. Mən artıq bilirəm ki, markerin sayı artdığına görə verəcəyim pul da artır. Onda bu necə asıl olacaq? Düz münasib asıl olacaq. Necə vuracam? Çarpaz vuracam. Yəni, necə çarpaz? 2-ni vuracam X-ə, yəni çarpaz vurmaq, bax, bu deməkdir uşaqlar. Bax, bu formada. Əyani uşaqlarım daha yaxşı bilər, əyani hazırlaşım tələbələr həmişə bu formada izah edirəm onlara, təsdiqlərlər inşallah yorumlarda. Ki, çarpaz vurursan düz mütənasiblikdə, 2-ni vurursan X-ə, yazırsan nə? 2 vur X bərabər nə? 60 vurulsun 5-ə. Yazıram ona nə? 2X bərabər 300 qəpiyə, X də bərabər nəyə? 150 qəpik olacaq. Deməli, mən 5 marketin 150 qəpik verəcəm. Bu qaydanı həll edirik. Yadımızda qalar bu? İnşallah ki, qalır. İndi, bu düz mütənasiblə bağlı idi. İndi gəldik tərs mütənasibliklə bağlı olan. Nədir bu tərs mütənasibliklə bağlı olan? Həmişə uşaqlara bir nümunə çəkirəm. Hər birdə maraqla dinləyir mənim. Deməli, nədir buradakı nümunəm? Uşaqlar, təsəvvür edin ki, sizin birinizi bu sinifə salmışıq. Deyirik ki, uşaqlar, bu sinifi səliqəyə salın. Sinif dağınıqdır. Sinifdə bil ki, böyük siniflər gəliblər, stolları dağıdıblar, lövhəni yazıblar, sinifi səliqəsiz və salıblar. Və bir uşağa deyir ki, yoldaş, sən tutaq ki, yoldaş Əli, zəhmət olmasa sinifi səliqəyə sal. Əli başlayır sinifi səliqəyə salmağa və müəyyən saatdan sonra gəlirdi ki, müəllim, mən sinifi səliqəyə saldım. Gəlin belə fikirləşək. Biz təkcə Əlini yox, Əlinin yanında Akifi də sinifə salaq. Deyək ki, Əli, Akif, siz sinifi səliqəyə salın. Bu halda nə baş verəcək? Bu halda sinifin səliqəyə düşmə zamanı nə olar? Azalar, yəni daha tez olur. Mən Akifin yanına Məhəmmədi də göndərdim. Məhəmməd, sən də ged yoldaşlarına kömək elə. Partaları düzəldin səliqəylə. Onda sinif daha tez səliqəli olar. Timur, sən də ged sinifi səliqəyə sal. Onda 4 nəfər olacaq, sinif lap tez səliqəyə düşəcək. Deməli, nə olur burada? Kəmiyyətlərdən biri artır, digər kəmiyyət nə olur? Azalır. Deməli, qayda nə olacaq? Kəmiyyətlərdən biri artdıqda, digəri azalarsa və ya kəmiyyətlərdən biri azaldıqda, digəri artarsa, belə asılılığa deyirlər, tərs mütənasib asıllıq. Yaxşımı? Klassik olaraq məşqlərdə biz öyrənmişik nəyi? Traktor məsələləri, fəhlə usta məsələləri, bunlarla yanaşmışıq. Bunun başqa bir nümunələri də var ki, mən düşünürəm ki, çəkdiyim nümunə sizin daha da belə ağla batan olar. Ki, uşaqların sayı artanda sinifin səliqəyə düşməsi, səliqəyə salınması daha da azalır zaman. Məsələn, nümunə belə verir. Deyək ki, X nömrəli məktəbin X nömrəli sinifində 2 şagird bir sinifi 200 dəqiqəyə səliqəyə salır. 200 dəqiqəyə səliqəyə salır. Deyirik ki,
Əgər uşaqların sayı 4 dəfə artarsa, yəni 8 nəfər olsalar, sinif neçə dəqiqəyə səliqəyə düşəcək? Uşaqlar, bunlar necə asılı olur? Tərs mütənasib. Tərs mütənasibin əsas hiləsi nədir? Tərs mütənasibdə uşaqlar düz vurub bərabərləşdiririk. Bax, düz vurub bərabərləşdirirsən. Yəni nə? Yəni o ki, yazarsan 2 vur 200 bərabərdir 8 vur x. Yəni 400 bərabərdir 8x-ə. X də bərabər olacaq nəyə? 400 bölü 8 50-yə. Deməli 8 uşaq 50 dəqiqə sinifi gözəl bir vəziyyətə gətirəcəklər. Səliqəli formada. Tərs mütənasibi də bizə aydın oldu uşaqlar. Düz mütənasib nədir? Tərs mütənasib nədir? Düşünürəm ki, sizlərə bu aydın oldu. İndi biz başlayacağıq ədədin faizini tapmaqdan, bir də faizə görə ədədi tapmaqdan. İnşallah ki, video düşünürəm ki, uzun olacaq bu izahlardan sonra. Məhlul məsələlərini digər məhlul məsələlərlə bağlı düstur var. O mövzu ilə birləşdirib mən sizə izah verəcəm və sizlər üstündə faydalı olacaq. Bu günləri 5.2-yə qədər izah eləyək, çünki sonra videolar uzun olanda siz uşaqların səbirləri çatmır videonun sona qədər izləməyə. İndi baxırıq nəyə? Baxırıq ədədin faizin tapılması. Ümumiyyətlə, faiz nədir? Faiz ədədin %1-nə deyilir. Və ədədin faizini tapmaq üçün klassik tərif deyiblər bizə. Ədədi 100-ə böl, faiz göstərən ədədə vur. Belə bir tərif deyiblər. Bütün uşaqları da dindirirsən, bunu deyirlər. Amma əslində mahiyyətini başa düşmürlər. Ədədin faizini tapmaq üçün biz neyini? Daha sakit və daha gözəl bir şəkildə. Ədədin faizini tapmaq üçün o faiz ki, sənə göstərir, həm faizi vurursan sənə verilən ədədə. Aldığın hasılı bölürsən 100-ə. Niyə görə? Çünki faiz ədədin %1-i idi. Sənə deyirsə 10%-ni tap. Yəni ədədin 1/10'ni tap. Çünki %10 axı nə deməkdir 1/10? Sənə deyir ki, ədədin 50%-ni tap. Elə deyil. Deməli, %50'sini tap. %50 də nə deməkdir uşaqlar? %50'ni ixtisar aparan nə qalır? 2/1 qalır. Deməli, ədədin 2/1'ni tap. Fikir versəz, belə bir hal var. Müəllim ev tapşırığını verib, gelmişsiniz yazmışsınız ev tapşırığını. Gəlirsiniz, valideynimiz deyir ki, bala tapşırıq yazmışsan? Deyirsən ki, hə, yazmışam. Deyirlər, 100% yazmışsan, yəni %100. 100% nədir? %1 deyildi. Deyir, bala 100% yazmışsan, yəni %100'ü yazmışsan. %100 nə demək? Yəni 1 demək. Yəni yəqin, mütləq şəkildə yazmışsan hamısını. Sən deyirsən ki, bəli ata, bəli ana yazmışam. Onda artıq əmin olurlar. Və yaxud da deyirlər, tapşırıq yazmışsan, deyirsən ki, ay ata, ay ana, mən 50% tapşırıq yazmışam. 50%, yəni %50. %50 nə deyim? Yarısı. Deməli, yarısını yazmışsan. Biz artıq burada səni başa düşə bilirik. İndi, məsələn, gəlin bir nümunə üzərinə baxaq. Baxaq, 40'ın 10%-nə baxaq. 40'ın 10%. Uşaqlar, 40'ın 10%-ni tapmaq üçün 40'ı vuracam nəyə? Faiz göstərən ədədə, yəni 10'a, böləcəm nəyə? 100'ə. Bu da o deməkdir ki, 40'ı 10'a vuranda alıram nə? 400 bölü 100 alıram 4. Deməli, 40'ın 10%-i nəymiş? 4 imiş. Başqa bir nümunə. Məsələn, bizə deyə bilər ki, nəyi tap? Deyə bilər ki, bizə 800'ün 25%-ni tap. 800'ün uşaqlar 25%-ni tapaq. 800'ü vuraq nəyə? 25'ə, bölək 100'ə. Aha, bəzi yoldaşlarımız oradan bəlkə də deyir ki, ay müəllim, sıfırları ixtisar aparaq, 8'i 25'ə vuraq. Olar uşaqlar. Əla da olar. İndi bəzən o yoldaşlarımız 8'i vurur 25'ə, sıfırları qoyur onun sağına, ondan sonra 100'ə bölür. O da olar, o birisi yol da olar, fərqi yoxdur. Amma bir dənə kalkulatorla eləməyin. Kalkulatorla eləsəz, sonra beyinlə sərbəst işləməyi zəifləyər. Deməli, nə edirik burada? Sıfırları burada ixtisar apardıq, 8'i vurduq 25'ə nə aldıq? Aldıq 200. Sən demə 800'ün 25%-i 200 imiş. Aydın oldu mu sizə ədədin faizini tapmaq nə deməkdir? İndi bir də məsələ var nə? Bir də var, faizə görə ədədi tapmaq. Faizə görə ədədi tapmaq odur ki, belə bir dünyada ədəd var. Bir ədəd var. Və bu ədədin faizi həmin sənə şərtdə verilən rəqəmə bərabərdir. Sən o ədədi axtaracaqsan. Ay müəllim, mən başa düşmədim. Bilirəm. Bəzən ilk dəfədən deyəndə tələbələr tam olaraq başa düşə bilmirlər. Məsələn nə? Məsələn, 20% 8 olan ədədi tap. Bir dənə ədəd var. O ədədin 20%-i verib mənə 8. Bunu tapmaq üçün müəllimlər deyirlər ki, 100'ə böl, faiz göstərən ədədə vur. Əksinə, üzr istəyirəm. 100'ə vur, faiz göstərən ədədə böl. Amma mən bunun qətiyyən tərəfdarı deyiləm. Çünki bunu yadda saxla, sonra bunu yadda saxla, bir beyin qarışır. Necə tapa bilərsiniz siz? Bunun üçün götürük nə yazıraq? Tutaq ki, dedik ki, 20% 8 olan ədəd. 20%-i
8 olan ədədə tap deyir. Mən fikirləşirəm, dünyada elə bir ədəd var, amma bilmirəm nədir. Ona x deyirəm. Bu x ədədinin 20%, yəni bunu 20-yə vurub 100-ə böləndə mən alıram nə? Alıram 8. İndi x-i 20-yə vurub 100-ə bölüb 8 almışam. Deməli, bu nə deməkdir? Bu o deməkdir ki, 20x bölü 100 bərabərdir 8. Ay uşaqlar, 20x-i 100-ə bölüb 8 alıb. Deməli, mən 20x-i tapmaq üçün 100-ü 8-ə vuraram. Bəli, vuraram. Deməli, 20x 800-ə bərabər olar. Olar. 20x 8-ə bərabərsə, x tapmaq üçün nə edərəm? 800-ü bölərəm 20-yə. Burada nə alaram nə? Alaram x bərabərdir. Sən demə nə imiş? 40-mış. Bax, bu formada tapmaq daha məqsədə uyğundur. Sənə desələr ki, faizin ədədi tap, sən həmin ədədə x deyinlə və deyir ki, 10%-i 5-dir bunun. X vur 10 bölü 100 bərabərdir 5. 10%-i 5-dir, deməli bu ədədin özü olacaqmı? 50 olacaq. Belə hesablamaq daha rahatdır sizlər üçün. Yoxsa ki, beyin qalır 100-ə vurub faizə bölürdüm, faizə vurub 100-ə bölürdüm, biraz insan çaşqınlıqda qalır. Aydın oldu mu uşaqlar? Həvəskarlar, mən İlfət müəllim Çıxaliyev. Bu günləri də öz YouTube kanalımda sizlər üçün yeni və maraqlı mövzulardan biri olan faizə məsələlər mövzusundan bəzi hissələrə toxunacağım və inanıram ki, inşallah düzəklədiyim bu hissələr sizlər üçün xeyirli və faydalı olacaq. Gəlin nəzər yetirək. Faizə məsələlərdə əsasən bizim qarşılaşdıracağımız çətinlik səviyyələrinə görə olan məsələlər məhlul məsələləridir. Ondan sonra faiz artım, faiz azalma və nisbətin faizli ifadəsi. Bunun üçün əsasən mən deyərdim ki, bu başlıqların əsas hissələrinə toxunacağam. İnşallah ki, bunlar sizin üçün xeyirli olacaq. Tam dərinliklərini isə inşallah növbəti dərslərdə mən video dərslər çəkəcəm və orada qeydiyyat aparacağam. Gələk nəzər eləyək nəyə? Məhlul məsələlərinə. Məhlul məsələlərinin ən vacib və ən vacib düsturlarından biri olan, gördünüz, həmin bu düsturdur ki, M1 P1 plus M2 P2 bərabərdir M1 plus M2 vur P düsturudur. Siz bu düsturu indi əgər izləyən tələbə, sən əgər 8-ci sinifdə oxuyursansa, sən bu düsturla kimya fənnindən də tanışsan. Kimyada 7-ci sinifdə səhv eləmirəmsə, bu tipdə bir düstur olmalıdır ki, məhlul məsələləri ilə bağlı. Hörmətli tələbə, sən əgər 9-da oxuyursansa və yaxud 10-da oxuyursansa, fizikada buna oxşar bir düstur olmalıdır, mütləq şəkildə. Və eləcə də düsturun strukturu eynidir. Sadəcə olaraq orada təyin olunanlar, axtarılanlar fərqli formalar alır. Bu səbəbdən siz bir dənə bu düsturu öyrənməklə həm kimyada, həm də fizikada daha rahat bir şəkildə o düsturları qavraya biləcəksiniz. Burada M1 nədir, P1 nədir? Mən sizə bildirim. M1 birinci maddənin miqdarıdır. P1 birinci maddənin faizidir. M2 ikinci maddənin miqdarı, P2 ikinci maddənin faizidir. P isə yekun maddənin faizidir. Bu necə düşünürük? Belə düşünək ki, fərz eləyək, iki bizim yoldaşımız var. Onlardan birinin adı olsun Raul, digərinin adı olsun Əli. Deyək ki, Raul bir məhlul hazırlayıb, bir şirin çay düzəldib, belə deyək. Raul bir şirin çay düzəldib bir qabın içindən. Onun kütləsi fərqlidir, faizi fərqlidir, yəni şirinliyin miqdarı fərqlidir. Eləcə də Əli də bir şirin çay düzəldib, onun da kütləsi və faizi Raulunkindən fərqlidir. Biz bunların ikisini də bir qabda qarışdırdıqda, alınmış və yeni qabda ki, həmin kimi maddələr qarışdılar bir-birinə, onun faizini axtarır bu düstur. Həmin onun faizini axtaran düsturdur bu. İndi, bunu biz nümunə üzərindən başlayaq izah eləməyə. 20 litr 40% məhlul ilə 80 litr 60% məhlulun qarışmasından alınan yeni məhlulun faizini tapın. Baxın, burada bizim M1-imiz 20-dir. P1-imiz 40-dır. M2-miz 80-dır, P2-miz 60-dır. M1 plus M2 nədir? Bunların kütləsi, 20-nin həmşərin kütləsi. Gəlin, başda bunu həll eləmək. Yazıram nə? 20 vur 40, üzərinə gəl. 80 vurulsun 60 bərabərdir. 20 üstə gəl 80 vurulsun P. 800 üstə gəl 4800 bərabərdir 100 P-yə. 5600 bərabərdir 100 vur P. Buradan da nə alıram? Buradan alıram ki, P bərabərdir 5600 bölü 100. P bərabər olur nə? 56%. Deməli, biz bu maddələri qarışdırsaq, alınmış yeni maddənin faizi olacaq 56%. Biz burada gördük ki, birinci maddənin faizi artacaq, ikinci maddənin faizi nə olacaq? Azalacaq.
Məndən sizə bir tövsiyə. Həmişə yadınızda saxlayın ki, ay uşaqlar, əgər iki maddəni bir-birinə qarışdıracaqsınızsa, burada alacağınız yeni faiz balacadan kiçik olmaz, böyükdən də böyük olmaz. Mütləq ki, həmin iki faizin ortasında olan bir rəqəm olacaq. Yəni, heç vaxt düşünməklə ki, mən 20 faizli məhlulla 40 faizli məhlulu qarışdıraram, 45 faizli məhlul olaram. Elə bir şey heç vaxt ola bilməz. Və yaxud da 20 faizli məhlulla 40 faizli məhlulu qarışdırıb 19 faizli məhlul olaram. Ola bilməz. Mütləq şəkildə 20 ilə 40-ın arasında olacaq. Həmin o faizlərin intervalında olacaq. Bu belə. Faiz artım. Faiz artımı nədir? Məsələn, deyir ki, 80 ədədi 20% artsa, ədəd neçə olar? Yəni, mən bunu sadə bir izah kimi yazdım bura. Məsələn, siz mürəkkəb kimi necə qarşılaşa bilərsiniz bundan? Düşə bilərsiniz ki, mağazada ayaqqabının qiyməti 100 manatdır və ayaqqabının qiyməti 50% artdı. Ayaqqabının qiyməti nə qədər oldu? Yəni, bunu uzun şəkildə belə görə bilərsiniz kitablarda, məsələlərdə və yaxud da sınaqlarda. Amma mən mahiyyəti saxlamışam, biraz onun uzunluğunu qısaltmışam ki, bu tipdə. Amma məğz eynidir. 80-20% artsa, nə yazar? 80, üstə gəl. 80-in nəyini? 20%-in. Yəni, 80 vur 20 bölü 100. Bu da bizə nə verəcək? Bu da bizə verəcək 80, üstə gəl 16, verəcək 96. Müəllim 16 hardandır? 16 buradan aldı. 80'i vurdum 20, aldım 160, 1600. 1600'ü 100'e böldüm, aldım 16. Her şey üstüne 16, mənə verir 96. Üçüncüsü, faiz azalma. Faiz azalma o deyir ki, mesela 200 ədədi 15 ay azalsa və ədəd neçə olur? Yine neyi necək? Azaltma deyirsə artıq qısadır. 200 sığ, 200'ün nəyini? 15 faiz. 200 vur 15 bölü 100. Bu da bizə nə verəcək? 200'dən çıxardan nə? 215'e vurub 100'e böləndə alıram nə? 30. 200 sıx 30 da bizə verəcək 170. Deməli, cavab olacaq nə? 170. Yəni, bu tip məsələləri yenə də qeyd edirəm. Əsasən, mağazada və yaxud da elektrik əşyalarına bağlı deyirlər ki, soyuducunun qiyməti 680 manatdır. Soyuducunun qiyməti 40% azalarsa, yeni qiymət nə qədər olar? Yəni, bu tip məsələlərdə faiz azalmadan istifadə edəcək. Yəni, həmin qiymətin faizini tapıb çıxmaqla biz yeni məhsulun yeni qiymətini tapmış oluruq. Gəlin növbəti isə nisbətin faiz ifadəsidir. Bunun üçün mən sizə istərdim belə bir misal nümunəsi deyim. Bu misal nümunəsi üzərindən biz işləyək. Baxaq. Baxın, uşaqlar, fərz eləyək ki, belə bir misal verilir bizə ki, düz xətt üzərində 6 nöqtə qeyd olunub. Düz xətt üzərində 6 nöqtə qeyd olunub. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, D nöqtəsi, Y nöqtəsi və F nöqtəsi. Bizə deyəcək ki, mən belə sadə bir necə eləmək istəyirəm. Bu nöqtələrdən alınmış parçaların sayı var, bir də şüaların sayı var. Parçaların sayı düsturu nə idi? Yəqin ki, həmləsən siz anlayışlarından siz bunu bilirsiniz. Parçaların sayı odur ki, n vur, n çıx 1 bölü 2. Bizdə n 6'dır da burada. Yazıram onda nə? Onda yazıram ki, 6 vur 5 bölü 2. Yəni parçaların sayı olur 15. Şüaların sayı düsturu nə idi uşaqlar? Şüaların sayı düsturu 2n'dir. Yəni nə? Yəni 2 vur 6, 12. Bizə deyə bilər ki, parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Qulaq as. Parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Artıq burada nisbətin faizin ifadəsində istifadə olunacaq ki, həmin o parça ki, şüadan nə qədər çox olacaqsa, biz onunla ifadə edəcəyik. İndi ola bilər, məsələn, sualı belə qoya bilər. Deyər ki, şüaların sayının parçaların sayının nisbətini faizdən de və ya da faizdən yaz. Yəni bildirsə ki, şüaların sayının, parçaların sayının faiz nisbətini yaz. Onda yazarsan nə? Onda yazarsan 12 böl 15 vur 100%. Bunu da 3'e ixtisar aparsan qalar nə? 5'də 4 vur 100, bu da verəcək 80%. Bununla bir işimiz yoxdur bizim. Mən deyirəm ki, parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Burada həm faiz nisbəti var, həm də faiz artma məsələsi var. Biraz da mürəkkəbləşin. Bu necə həll edilir? Biz uşaqlar 15'dən 12'ni çıxırıq. Alırıq nə qədər? 3. 3 vahid çoxdur. Nədən neçə faiz çoxdur deyir? Şüalardan. Şüa nə qədər eləyib? 12. Ona görə nə yazacağım? Ona görə yazacağım ki, 3 vur 12 vur 100. Bax, bu da faiz nisbətdir. Yəni, nisbətin faizin ifadəsidir. 12'də üst mənə nə verir? 4'də 1. 4'də 1 də 100'ə vuranda alıram nə? 25. Deməli, 25% çox olmuş olacaq. Mən inanıram ki, çəkdiyim əziyyətlər, video dərslər və sizə öyrətmək həvəsi alınır və düşünürəm ki, bu sizin üçün daha da faydalı olmağa, təkcə sizin simanızda cəmiyyət üçün faydalı olmağa
çalışan bir müəllim üçün böyük uğurdur. Əgər video xoşunuza gəldisə uşaqlar, hər dəfə bunu deyirəm, video xoşunuza gəldisə bəyənin, xoşunuza gəlməsə bəyənməyə də bilərsiniz, dislike ata bilərsiniz. Əsas biz çalışırıq ki, cəmiyyətə daha da faydalı olaraq uşaqları öyrənək, birlikdə vətənimiz üçün, dövlətimiz üçün inkişaflı, daha da intelligent, daha da ağıllı bir gənclik yaradaq. Video xoşunuza gəldisə bir daha bəyənməyi unutmayın, kanala abunə olsaq, çox da şad olaram. İşiniz avamlı olsun. Hələlik.